Salam kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər. Bugün bildiyiniz kimi 20 aprel 2025-ci il DİM 9-cu sinif şagirdlərinə 2-ci zonaya daxil olan məktəblər üçün buraxılış imtahanı keçirdi və mən bugün həmin imtahanda istifadə olunan Azərbaycan dilindən qrammatika suallarının izahını sizinlə bölüşürəm. Siz əgər videonu izləyirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi, şərh yazmağı unutmayın və bir də paylaşmağı təbii ki. Baxaq 27-ci suala. Hansı sıradakı feillərdən biri idi, digəri isə hissəciyi ilə işlənmişdi. Baxaq Y-dən oturmuşdu, oturmuşdu formasında. Muş nəqli keçmiş zaman D demək idi hissəciyi, gətir sözün kökü, sə şərt şəkili, Ç şəxs xəbərli şəkilsi, yəni burada isə deyil şərt şəklidir. Dayanacaqdır sözündə acaq demək zaman şəkilsi D burada idi hissəciyi, alsan sözündə al kökü, sa şərt şəkli, N isə şəxs xəbərli şəkilsi çıxıram. Çıxdı sözündə şəhudi keçmiş zamanda digərinə heç baxmağa ehtiyac yoxdur. Digərində sasə isə olsa belə, yəni birincidə idi deyil. Çıxıram. Gətirdim sözündə demək sözün kökü gətir. Di şəhudi keçmiş zaman çıxıram. Aparmışdı sözündə apar sözün kökü mışdı. Yəni nəqli keçmiş zamanla işlənmiş idi hissəciyi. Alıbsa sözündə alıbsa yenə də nəqli keçmiş zamanla işlənmiş isə hissəciyi. Yəni birində idi, birində isə bizə lazım olan variant A variantı. 28. Sözlərin fonetik xüsusiyyətlərini nəzərə alaraq nöqtələrin yerinə uyğun olan sözlər sırasını müəyyən edin. Yazılışı ilə deyilişi fərqlənir hissəsi verilib. Sətirdən sətrə keçmək olmur. Yazılışı ilə deyilişi fərqlənmir sualı verilmişdi bizə. Daha doğrusu başlığı verilmişdi. Biz də ona uyğun olaraq sözləri seçməliyik. Demək, birinci sırada yazılışı ilə deyilişi fərqlənmir hissəsində kimyəvi sırağa gün sözləri yazılmışdı. Təbrik sözündə fərqlənmə yoxdur. Məşhur sözündə məşhur var, çıxıram. Vərəq sözündə var, çıxıram. Xəttat sözündə qoşa tığlardan biri D-yə keçir, çıxıram. Lisenziya və təbrik sözü fərqlənmədi. Baxaq ikinciyə. Sətirdən sətrə keçmək olmur. Tək hecanı bir sətrin sonunda və yaxud da digər sətrə keçmək olmaz. Alim sözün keçmək olmur. Mətbəə bir kənarda qalır. Aşıq keçmək olmur. Elan keçmək olmur. Dua keçmək olmur. İkincilər hamısı ödədi şərti. Yazılışı ilə deyilişi fərqlənir hissəsində maqnit fərqlənmədi. Çıxıram. Cavab qalır Y variantı. Avtomatik olaraq. Ona görə cavabda demək birində lisenziya, dua və ötkəm sözləri. Ötkəm sözünün bəli ötkəm formasında tələffüz olunur. 29. Hansı cümlədə əlavə söz birləşməsi ilə ifadə olunmuşdu? Əlavə və əlavəli üzv hissəsində mən bundan əvvəlki buraxılışa hazırlıq videolarında da qeyd etdiyim kimi, yəni əlavə mütləq şəkildə yəni düşür. Çünki əlavə ilə şagirdləri çaşdırmaq mümkündür. Topladığı məhsulu, kartofu və soğanı tezliklə satmağa aparacaqdır. Məhsulu, kartofu, soğanı. Burada görürsünüz ki, əlavə söz birləşməsi ilə yox, müstəqil o sözlərlə istifadə olunmuşdu. Ona görə çıxıram. Bura Qəbələyə tez-tez gəlir. Haraya bura, haraya Qəbələyə. Yenə də sözlə ifadə olunmuşdu. Çıxıram. İrəlidə, sahildə bir dəstə atlı göründü. Yenə də sözlə ifadə olunmuşdu. Əsməri rəfiqəsini çoxdan görmürdü. Yenə də sözlə ifadə olunmuşdu. Cavab qalır Y variantı. Şair bu obrazı, əsərin baş qəhrəmanını. Baxın, burada əsərin baş qəhrəmanı demək, üçüncü növ söz birləşməsi ilə ifadə olunmuşdur. Cavab olur 29-da Y. 30. Frazeoloji birləşmələri müəyyən edin. Üz vermək, dabanına tüpürmək, bəli, avtomatik olaraq A variantıdır cavabımız. Ağzına su almaq frazeoloji birləşmədə, sandığı qıfıllamaq həqiqi mənalıdır. Ona görə çıxıram. Gözü kəlləsinə çıxmaq, demək, frazeoloji birləşmədə çəkiclə vurmaq həqiqi mənadadır. Çıxıram. Divarları ağartmaq həqiqi mənadadır. Üz qaraltmaq məcazi mənadadır. Bu isə həqiqi mənada olduğuna görə çıxıram. İşə düşmək iki mənada fikirləşilə bilər. Stulları aşırmaq da həqiqi mənadadır. Ona görə çıxıram. 31. Cümlələrdə fərqlənilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Mən səni məsuliyyətli bir şagird bilirdim. 1. Bəzən bunu elə ədatı ilə, elə əvəzliyinin formasında sala bilirlər buraxılışa. İndi bir sözünü salıblar. İlk maaşdan anası üçün bir dəstə qızıl gül almışdı. Burada görürsünüz ki, bir dəstə qızıl gül, dəstə numerativ sözlə işlənmişdi. Say mənasındadır. Buradakı bir isə ədat formasındadır. Əşyanın miqdarını bildirir. Gəlin indi uyğunlaşdıraq burada. 1-2 yazaq. Əşyanın miqdarını bildirən saydır. Təbii ki, 2-yə yazıram A. Cümlədən çıxarıldıqda məna dəyişikliyi baş verməz. Təbii ki, bu ədata aiddir. 1-ə B. Leksik mənası var. Leksik mənası olan təbii ki, ikincidir, saydır. Yalnız qrammatik mənası var dediyi isə təbii ki, köməkçi nitq hissəsi olan ədatdır. Cümlə üzvləri arasında əlaqə yaradır. Cümlə üzvləri arasında əlaqə yaradan bağlayıcıdır ümumiyyətlə. Sözlər və cümlələr arasında, cümlə üzvləri arasında əlaqə yaradan bağlayıcının funksiyasıdır. Burada isə bağlayıcı işlənməmişdir. 1BD, 2AC cavab olur B variantı. 32. Balaca yaman dəcəldir cümləsində mübtəda nə ilə ifadə olunmuşdur? Təhlil eləyək, dəcəldir.
necə, nə cür, yaman dəcəldir. Kim balaca? Balaca burada sifətlə ifadə olunmuşdu təbii ki. 33 verilən nümunədə hansı durğu işarələri buraxılmışdır? Kainatın yaranması, quruluşu, inkişafı və təkamülünün tədqiqi təkcə astronomiyanın deyil, bütün təbiət elmlərinin əsas problemidir. Kainatın yaranması, quruluşu, inkişafı və bağlayıcısı iştirak elədiyinə görə heç bir durğu işarəsindən istifadə etmirəm. Təkamülün tədqiqi təkcə astronomiyanın deyil, deyildən sonra vergül olmalıdır. Demək, avtomatik olaraq burada 3 vergüldən istifadə olunub. Sonra keçək 34-cü suala. Hansı sadə cümlədir? Külək getdikcə güclənir, yağış dayanmadan yağırdı. Yağan nədir? Yağış, güclənən nədir? Külək. Ayrı-ayrı mübtəda, ayrı-ayrı xəbərdən ibarətsə mürəkkəb cümlədir. Bizə isə deyir ki, sadə cümlə olsun. A-nı çıxıram. Gülnar həyəti süpürdü, samavara od saldı. Həyəti süpürəndə Gülnardı. Samavara od salan da Gülnardı. Demək, bir neçə hərəkət bir mübtədaya aid olurdusa, biz onu sadə cümlə hesab edirdik. Ona görə cavab olur B variantı. Soruşdum, amma cavab vermədi. Mən soruşdum, o cavab vermədi. Burada ayrı-ayrı mübtədalar buraxılsa belə fikirləşə bilirik. Ətrafa baxdım, mən baxdım. Heç kəs görünmürdü. Kim? Heç kəs. Burada mübtədası heç kəsdir. Bunun mübtədası isə birinci cümlənin baxdım məndir. Amma buraxılmışdı cümlədən, mürəkkəbdir. Külək güclənir, limandakı gəmilər yırğalanırdı. Burada külək güclənən küləkdir, yırğalanan isə gəmilərdir. Ona görə Y variantı da mürəkkəb cümlədir. Çıxıram. Feildən əmələ gəlmiş sifəti müəyyən edin. Sıx sözündən sıxlıq yaranır, amma buradakı sıx demək sifətdir. Çünki lıq şəkilçisi adlara qoşulur, feillərə qoşulmur. Çıxıram. Zarafatçıl sözündə zarafat sözün köküdür cıl. Demək, leksik şəkilçi olsa da sözün kökü burada zarafat ismidir. Ona görə çıxıram. Bizə feildən əmələ gələn sifət lazımdır. Güllü sözündə güldən güllü formasında yaranır. Feildən əmələ gələn dediyi üçün l-li şəkilçisi adlara qoşulduğuna görə hər nitq hissəsində. Ona görə C-ni də çıxıram. Baxıram ki, qırdan qırğın. Qırğın, amma burada sizi çaşdırmaq istəyib. Qırğın isimdir. Yəni, yaranmış olduğu söz isimdir. Amma bizə sifət deyir olsun, feildən yaransın. Qır feilindən yaranıb, amma isimdir. D-ni də çıxıram. E variantında isə sürüş sözündən yaranmışdı sürüşkən sözü. Ona görə də biz cavab olaraq fikirləşdiyimiz olacaq Y variantı. 36. Uyğunluğu müəyyən edin. İsmi birləşmə işlənmişdir, feili birləşmə işlənmişdir. 3 böyük bina yanaşı tikilmişdir. Burada böyük bina, burada söz birləşməsi, ismi birləşmədə. Onu yazıram A-nı 1-ə. Yenə göy üzünü duman bürüyüb. Göy üzü ismi birləşmədə yazıram 1-ə. Sən şəkli həvəslə çəkdin. Burada söz birləşməsi yoxdur. Ümumiyyətlə C-ləri çıxırıq. C olan variantları çıxaq. Aha. Demək, qaldı D-ya. Sahilə çıxmaq üçün qayığa mindi. Sahilə çıxmaq ümumiyyətlə feili birləşmədə məstər tərkibidir. Ona görə D-ni yazıram bura. Cavad hiyləgərcəsinə gülürdü. Burada da yoxdur. Y variantında çıxıram ümumiyyətlə. Cavab qalır A variantı. Demək, izah bu qədər. Siz isə videonu bəyənin, kanala abunə olun və şərhlərinizi şərh bölməsində yazın. Sağ olun.